Şəhidlər Xiyabanı. Bu ziyarətgahda yatanlar Azərbaycan istiqlalı uğrunda şəhid olublar. Xiyabanda əbədi sığınacaq tapmış şəhidlər arasında jurnalistlər də uyuyur. Şəhid jurnalist adı 1-ci Salatın Əsgərovaya qismət oldu. Sonra Ali Mustafayev, Fəxrəddin Şahbazov burada məskən saldılar. Xiyabanda dəfn olunan axırıncı şəhid jurnalist Çingiz Mustafayevdir. Amma şəhid jurnalistlər siyahısı onunla bitmir. Наиболее ожесточенные бои минувшим днем велись в районе населенных пунктов Агишты, Улускерт и Сержин-Юрт. В Чечне погиб еще один журналист, 47-летний азербайджанский телеоператор Фархад Керимов. В последнее время он работал на телеслужбу американского информационного агентства Associated Press. Как сообщает это ТАСС, Керимов был одним из немногих телеоператоров, работавших в последнее время на территории, контролируемой дудаевцами. O dünyada yox imiş, gördüyüm kəs yuxuymuş, nə sigaret çəkərmiş, hey sümürə-sümürə, nə də baş qaldırarmış xırda bir səs səmirə. Oturmazmış burada, bu divarın yanında, görünməzmiş dərdimiz onun həyəcanında. Özü olmadığından olmayıb bir arzusu, nə biz olmuşuq, nə o. Ağ bir yalan imiş bu. Ağlama könlüm, kiri, gözümdə yaş qalmayıb. Bu adda, bu nişanda, belə insan cahanda olmayıb, olmayıb, olmayıb. Telejurnalist Fərhad Əsgəroğlu Kərimov 1995-ci il mayın 24-də Çeçenistanda çəkiliş zamanı şəhid oldu. Bu ölüm Fərhadı tanıyanları dərindən sarsıtdı. O, əla jurnalist olmaqla bərabər mehriban dost, gözəl insan idi. Qəzetlər başsağlığı, nekroloqlar dərc etdilər. Televiziya Fərhad haqqında süjet göstərdi. Lakin Fərhadı tanımayanlar arasında bu hadisə o qədər də böyük əks-sada doğurmadı. Geniş kütlə bu faciəni növbəti jurnalistin növbəti ölümü kimi qarşıladı. Biz jurnalist ölümlərinə öyrəşmişik artıq. Jurnalistlərin ölüm xəbərləri bizim gözümüzdə adiləşib. Azərbaycan jurnalistlərinin taleyin qorxunc bir qaçılmazlığı ilə böyüyən qara siyahısına daha bir ad da yazıldı. Fərhad Əsgəroğlu Kərimov. Həlak olan təhcə Azərbaycan jurnalistləri deyil. Üzü döyüş bölgələri, qaynar nöqtələrlə çopurlanmış planetimizin həmin qaynar nöqtələrində bir çox ölkələrin, bir çox millətlərin nümayəndələri olan jurnalistlər həlak olur. Qarabağda, Çeçenistanda, Gürcüstanda, Bakıda, Moskvada, Serbiyada və informasiya agentliklərinin yaydıqları məlumatlar arasında jurnalistin qara xəbərini alanda dünya yasa batmır. Bunu daha bir ölüm kimi qeydə alır. Amerika qəzetlərinin birində dərc olunmuş siyahıya görə jurnalistika təhlükəli peşələr siyahısında ikinci yerdə gedir. Təyyarə sınaqçılarından dərhal sonra və avtomaşın sınaqçılarından, polis, hüquq mühafizə, yanğın söndürənlərdən, dalğıcılardan, kaskadörlardan və başqalarından əvvəl. Deməli, təhlükə bu peşənin xüsusiyyətidir. Lakin tək peşəninmi?
Qəfil və naxaq ölümləri adamı güllələr vıyıldayan yerə cəlb edən peşənin ayağına yazmaqla səhv etmirikmi? Bəs jurnalistləri əhatə edən adamlar, onların işlədikləri, yaratdıqları mühit? Bəli, peşə jurnalisti təhlükəli yerlərə cəzb edib aparır. Lakin tapançanın və ya avtomatın tətiyini həmişə insan barmağı çəkir. Və jurnalist ürəyinə dəyən güllə bəzən təsadüfi olsa da, bəzən cinayətlərinin aşkarlanacağından qorxan namərd tərəfindən şuurlu surətdə göndərilir. Çünki jurnalist aşkarlıq deməkdir. O çağacan gizli qalan hadisələrin aşkarlanması, adamlara, ictimaiyyətə çatdırılması. Jurnalistlər o çağacan gizli qalan həqiqətləri, hadisələri, faktları, əməlləri, sözləri adamlara, tamaşaçılara, yəni bizə çatdırmaq üçün özlərini oda közə vururlar. Bəs biz onların qədrini bilirikmi? Biz sənin qədrini bildikmi, Fərhad? Fərhad Əskəroğlu Kərimov 1948-ci ildə Moskvada Azərbaycanlı ailəsində anadan olmuşdu. Hamı kimi o da uşaqlıqda futbol da oynadı, topaldı qaş da, şahmatda. Məktəbə getdi, hamı kimi, məktəbi qurtardı, hamı kimi. Amma çoxlarından fərqli olaraq başladığı işdən bərk yapışardı. Hər şeydə axıracan gedərdi. Şahmata həvəsi vardı. Fiqurları şahmat taxtasında tərpətməklə kifayətlənmədi. Birinci dərəcəli idmançı adını aldı. Uşaqlıqda hamı topu ora-bura qovmağı bacarır. Fərhad futbol oynaya-oynaya Bakının Ordu İdman Klubunun komandasına üzvü oldu. Orta məktəbi qurtaranda hərə özünə bir peşə, bir yol seçir. Fərhad jurnalist olmaq istəyirdi. Humanitar elmləri öyrənirdi. Atası əskər müəllim tarixçi idi. Kommunist ideologiyasının tariximizə, ədəbiyyatımıza vurduğu yaraları yaxşı bilirdi. O yaraların ağrısını yaşayırdı. Ona görə əskər müəllim müxbir peşəsini seçməyi məsləhət görmədi. O vaxt 60-cı illərin axırlarında jurnalistika indiki kimi deyildi. Sovet jurnalistika dərsliklərində yazıldığı kimi müxbirin partiya işçisindən fərqi onda idi ki, Sovet müxbiri əli-qələmli partiya işçisi idi. Daha doğrusu olmalı idi və partiya siyasətini mətbuatda təbliğ etməli idi. Sən belə jurnalist olmaq istəyərdinmi? Ola bilərdinmi, Fərhad? Ona görə əskər müəllimin məsləhəti ilə sənədlərini universitetin fizika fakültəsinə verdim. Fizika və riyaziyyat dərslikləri tarix və filologiya dərsliklərindən fərqli olaraq bir dəfə yazılır. Dövr və quruluşlar, ayrı-ayrı hakimlər dəyişdikcə dəyişmir. Təəssüf ki, 20-ci yüzillikdə tariximiz, ədəbiyyatımız, dilçiliyimiz, əlifbamız dəfələrlə dəyişir. Bu bizim təqsirimiz deyil, Fərhad. Bu bizim bəlamızdır. Acı taleyimizdir. Fərhad Kərimovun dostu və həmkarı, Reuter